Bu videoda mən 2027-ci ildə 11-ci siniflərin imtahanda yazacağı 100 sözdən ibarət essenin quruluşunu sadə şəkildə öyrətməyə çalışacağam və bir esse nümunəmiz olacaqdır. Deməli, başlayaq. Mövzumuzun adı belədir ki, should students wear school uniforms? Şagirdlər məktəb forması geyinməlidirlərmi? Essay plan, yəni essenin quruluşu, planı. Step 1, addım 1, birinci addımımız introduction. Introduction girişdir, ideyalar. Deməli, burada sizə faydalı olması üçün ideyalar vermişəm. Necə? Yəni, bizim söz bazamız var. 11-ci sinifə gələnə qədər siniflər üzrə, yəni normal səviyyədə gündəlik dərsinə hazırlaşan şagird bəlirli bir səviyyədə baza var. Lakin söz bazası var. Lakin bir sözlük esse deyəndə şagird biraz qorxuya düşür. Niyə görə? Çünki strukturu bilmir və ağlına ideyalar gəlmir. Yəni esse yazmaq deyəndə sizin qorxmağınızın səbəbi odur ki, əslində bizə lazım olan söz ehtiyatıdır, söz bazasıdır və sizdə bu var. Problem nədir? İdeyaların ağlına gəlməməsidir. Bunu da bu formada fikirləşmişəm ki, mən sizə ideyalar verəcəm. Ya bir müddət esseləri həmin ipucuları ideyalarla yazacaqsınız. Ondan sonra sizdə vərdiş yaranacaqdır. Baxın, məsələn, birinci step 1, birinci addımda ideyalar vermişəm. Geniş şəkildə hesab olunur ki, şagirdlər məktəb forması geyinməlidirlər. Sonra öz fikrini bildiririk ki, niyə? Bunun faydalı olduğunu qeyd et. Niyə görə faydalıdır məktəb forması geyinmək? Və burada introduction-u yazanda bizə useful expressions, faydalı məlumatlar lazımdır. Expression, ifadələr lazımdır. It is widely believed that, geniş şəkildə hesab olunur ki, baxın, geniş şəkildə hesab olunur ki, burada verilibdir. Bu ifadədən istifadə edəcəksiniz. Geniş şəkildə istifadə olunur ki, nowadays, bu günlərdə, hal-hazırda, in my opinion, mənim fikrimcə, məncə, personally, I believe that, şəxsən mən inanıram ki, bu formada cümlələrimizi başlaya bilərim. Step 2, first reason. İlk səbəbimiz. Niyə görə? Yəni, girişdə demişik ki, şagirdlər məktəb forması geyinməlidirlər. Sonra səbəbini deyirik, niyə geyinməlidirlər, nə üçün geyinməlidirlər? Məktəb forması şagirdlər arasında bərabərlik yaradır, bullyinqi azaldır, şagirdlərin diqqətini dərslərinə yönəldir. Yenə burada cümlələrdə istifadə edəcəyimiz useful expressions, faydalı expression, ifadələr. Firstly, əvvəlcə, one reason is that, bir səbəb odur ki, this is because, çünki, ona görə ki, moreover, bundan əlavə. Step 2, 3, example, yəni nümunə veririk. Dedik ki, şagirdin diqqəti dərsə yönəlir, bərabərlik yaradır. İndi misallar söyləyirik. Şagirdlər hər səhər paltar seçməyə daha az vaxt sərf edirlər. Dərsə vaxtında və hazır gəlirlər. Yenə də burada bizim expressionlarımız var. For example, for instance, as a result, nəticədə deməkdir. For example, for instance, ikisi də məsələn deməkdir. Ancaq as a result, nəticədə deməkdir. Niyə görə biz bir neçə dənə nümunə yazırıq? Çünki təkrarçılığa yol vermək olmaz. Yəni, biz eyni sözləri yazdıqda bizə söz sayında, yəni 100-ə çatdırmaqda kömək eləməyəcək. Yəni, təkrarən mən for example bir neçə dəfə yazdıqda o artıq qəbul olunmayacaqdır və həm də bizim essemiz yaxşı alınmayacaq. Ona görə sinonimlərdən istifadə etmək lazımdır. Sonra step 4, opposite opinion. Baxın, bayaq müsbət bir fikir demişdik. Ki, bərabərlik yaradır, bullyinqi azaldır, diqqəti dərslərə yönəldir. İndi bunun əksi bir fikir irəli sürürük. İdeyam, bunun əksi nə ola bilər?
Bəzi insanlar məktəb formasının şagirdlərin azadlığını məhdudlaşdırdığını düşünürlər. Onlar hesab edirlər ki, şagirdlər geyim vasitəsilə öz şəxsiyyətlərini ifadə edə bilmirlər. Useful expressionlarda on the other hand, digər tərəfdən, however, lakin deməkdir. Some people think that, bəzi insanlar düşünür ki, baxın bu opposite meaning-də istifadə edə bilər. Step 5, conclusion. Nəticə. Artıq biz essemizi yekunlaşdırırıq. Giriş verdik. Birinci səbəb dedik. Nümunə çəkdik. Fikrimizə əks bir fikirdə gətirdik. Sonra conclusion. Artıq yekunlaşdırmalıyıq essemi. Təhsil modadan daha vacibdir. Yəni, yekun vururuqda essemizi bitiririk. Artıq yuxarıda sadaladığımız fikirləri yekunlaşdırırıq, tamamlayırıq. Modadan daha vacibdir. Məktəb formasının üstünlükləri çatışmazlıqlarından daha çoxdur. Yenə də useful expressionlar var bu hissədə. In conclusion, overall, to sum up. Və hər bir essedə mən bir dənə qrammatik qayda əlavə etmişəm ki, həmin qaydanı öyrənirik və essemizdə ona aid bir cümlə qururuq. Məsələn, burada yazmışam should. Should gərək bildirən modal feilidir. Should plus verb 1. Yəni, feilin birinci forması. Should istifadə olunur. Məsləhət, tövsiyə, fikir bildirərkən. Quruluş mübtədam. Should üstəgəl feilim. Daha sonra objektim, yəni tamamlığım. Nümunə vermişik. Students subject. Should bizim modal feilimiz. Wear geyinmək, verb 1. Verb 1 nədir? Başlanğıc forma. Yəni, heç nəsiz, şəxsə görə dəyişmir, zamana görə dəyişmir. Feilin ilkin birinci forması və school uniform isə bizim objektimizdir. Yəni, tamamlığımız geyinir nəyi? Məktəbli formalarını. Schools, yenə məktəblər. Should have, should üstəgəl verb 1. Clear will, yenə rules objektimiz olacaqdır, qaydalar. Qərarlar. Children yenə mübtədadır. Should obey. Obey itaət etmək deməkdir. Should plus verb. School rule yenə də məktəb qaydalar. Sonra hər bir essedə vocabulary'miz var. Açar sözlərimiz. Deməli, hər bir dərsdə, bir dərsdən öncə, esse yazmazdan bir dərs öncə bu sözləri mən sizə, yəni mənlə hazırlaşan şagirdlərə əvvəlcədən göndərəcəm. Siz bu sözləri əzbərləyəcəksiniz. Ola bilər bəziləriniz üçün çox asan sözlər ola bilər, bəziləriniz üçün bilinməyən sözlər olar. Yəni hər səviyyədən sözlər var burada. Mütləq şəkildə hər birinə nəzər yetirilməlidir. Hər bir söz əzbərlənməlidir. Hər esse yazdıqda, bu qədər söz əzbərlədikdə, bu qədər söz təkrar etdikdə bizim söz bazamızda genişlənmiş olacaqdır və artıq bu ideyalar bizim yadımızda qalmış olacaq. Onu yadda saxlayaq ki, uşaqlar. Yəni, biz nə qədər çox esse yazsaq, imtahanda o qədər bizə faydalı olacaqdır. Bu esselərdə bir-biri ilə tamamilə fərqli bir şeylər olmayacaq. Yəni, bu hazırladığım esselərdə demin bizə seminar təqdimatında verdiyi mövzular çərçivəsindədir. Yəni, onlardan kənar deyil və dərslik əsasında. Baxın, burada da sözlərimiz var. Sözləri bir dərs öncədən əzbərləyəcəksiniz ki, esseni yazanda sizə rahat olsun. Və bir neçə dərs boyunca, təbii ki, siz sərbəst yazana qədər, yazmağı öyrənənə qədər, siz mənlə birlikdə yazacaqsınız. Baxın, burada bayaq dediyimiz, yuxarıda sadaladığımız bütün ideyalar, fikirlər, baxın, həmin cümlələr artıq burada esse şəklində, sistemli şəkildə verilmişdir. Birinci cümlədə deyir ki, geniş şəkildə hesab olunur ki, şagirdlər məktəbli forması geyinməlidirlər. Geniş şəkildə hesab olunur ki, baxın, geniş şəkildə hesab olunur ki, cümləsi biz yuxarıda vermişdik. It is widely believed that. Yazdı. Mənim fikrimcə, in my opinion,
Gördünüzmü? Sonra ilk növbədə firstly və məsələn for example, for instance, digər tərəfdən on the other hand, lakin, however, nəticə olaraq in conclusion və baxın esseni oxuyaq. Mənim fikrimcə bu faydalı bir fikirdir. Bu nədir uşaqlar? Baxın birincidə nə demişdik? Öz fikrini bildirir. Öz fikrini bildirir. Bu faydalı bir fikirdir. Gördük, mənim fikrimcə faydalı bir fikirdir. İlk növbədə firstly məktəb forması şagirdlər arasında bərabərlik yaradır və bullyinqi azaldır. O həmçinin şagirdlərin diqqətini dərslərinə yönəldir. Şagirdlər paltar seçməyə daha az vaxt sərf edir, dərsə hazır gəlirlər. Digər tərəfdən bəzi insanlar hesab edirlər, məktəb forması şəxsiyyətlərin ifadə etməsinə mane olur. Lakin mən düşünürəm ki, sonra təhsil, baxın, artıq burada conclusion veririk, yəni nəticə veririk, yekunlaşdırırıq hissini. Təhsil modadan daha vacibdir. Nəticə olaraq məktəb formasının üstünlükləri çatışmazlıqlarından daha çoxdur. Baxın, bu formada essemizin quruluşunu da öyrənirik. Hər dərs, hər bir mövzu üçün bizim ideyalarımız, sizə ideyaları hazır şəkildə verirəm. Çünki yenə də təkrar edirəm ki, bizim əsas problemimiz mövzu barəsində ideyalarımızın olmamasıdır. Məsələn, heç ingilis dili olmasın, Azərbaycan dilində də demək olar ki, əksəriyyət şagirdə dedikdə ki, bir mövzu əsasında inşa yaz. Təbii ki, yəni əksəriyyət deyirəm, hamısı demirəm, yazmaqda çətinlik çəkəcək, çünki ağlına ideya gəlməyəcək. Yəni bizim hazır cümləmiz olmalıdır ki, ideyamız olmalıdır ki, ondan sonra onu tərcümə etməyə çalışaq. Baxın, burada geniş şəkildə essemiz bizə lazım olan səviyyədə genişlikdə verilibdir və hər bir PDF-in sonunda da yazdıqdan sonra, mənlə birlikdə yazdıqdan sonra ən sonunda belə yazılan fikirləri essemizi yoxlayırıq, yoxlamaq imkanımız olur. Essenin quruluşunu, strukturu, öyrədilməsini bəyənən, hazırlığına qoşulmaq istəyən şagirdlər biodakı nömrə vasitəsilə əlaqə saxlaya bilərlər. Təbii ki, esse bu çərçivədə bundan daha geniş şəkildə dərslərdə öyrədiləcəkdir. Bu sadəcə bir tanışlıqdır esse ilə ki, yəni biz bu qaydada keçəcəyik esselerin yazılmasını bu formada öyrənəcəyik.